Belə bir deməli xanım da yazmışdı ki, deyir, mən hər səhər deyirəm, mən dəyərliyəm, enerjimi kainatdan alıram. Gözəldir. Bu doğrudan da gözəldir, amma inanaraqdan eləmək lazımdır bunu. Bəli, mən dəyərliyəm. Bəzən son vaxtlar o yaşam koçları kvant nəzəriyyəsi deyək, Türkiyədən keçib kuantum deyirlər. Kvant nəzəriyyəsilə də aldım, dərk elədim, vəssalam filan. Hətta bir dostumuz var, deyir, inşallah demə, onda olmur. Denən oldu. Deyirəm, hələ olmuyor, baxı gözləyir. Yox, oldu denən. Yəni bu sözlər boğazdan yuxarıdır. Sən bir sözü deyəndə onu içinə hopdurmalısan. Sən onu dərk eləyərəkdən, ürəkdən, insan ürəkdən, sidq ürəklə, bütün ruhunu titrəşimlə bir istəyi istəsə, Allah onu dərhal yerinə yetirir. Yəni, mələklər vasitəsilə həyata keçirir. Da demirəm, o potensial, o da istək də gərək o potensiyalı uyğun olur. İndiki biri kənddə mal otarır, deyir, mən prezident olum, ya icra başçısı olum. Belə yox. Mümkün olan, təbii ki, gözləntin olan, belə rusca at duşi deyirlər. Yəni, sidq ürəkdən, ruhən, doğrudan da o bəzən olur da elə bir enerji ilə istəyirsən ki, sanki düşünürsən, kainat bunu hiss elədi, titrəşim oldu, Allahın dərgahına çatdı. Bax, belə olanda Allah Taala onu ən azı o yola səni salır. Bu şeylər var, bu məsələlər var. İnsan gərək qarşına çıxan o şansları dərk eləyə, anlaya, uzaq görən ola. Bunun üçün də insanın ruhunda, cismində, canında savab molekulları çox olmalıdır. Müsbət enerji daşıyıcılar çox olmalıdır. O zaman işlər də rəvan gedir. İlk öncə səbir, təmkin olmalıdır. Nə baş verdiyini, Allahdan gəldiyini bilməlidir. Amma insanlar Allahı qoyub hansısa bir bəndədən nəsə istəyirlər. Bu da doğru deyil. Bu yanaşmanı kökündən dəyişmək lazımdır. Bu da bizim mentalitetin, belə deyim, bir zədəli tərəfindən biridir.